Nə qədər ki gec deyil, bu 10 iqtisadi həqiqəti bil. 1. Maaş səni varlı etməyəcək. Maaşım artsaydı əla olardı demə. Məsələ gəliri miqdarında deyil, gəlir mənbələrinin sayındadır. 2. Ən təhlükəli borc başqalarına həsəd aparmaqdır. Bahalı kimi görünən insanların həyat tərzini kopyalamağa çalışma. 3. Səni yoxsul edən tək sistem deyil, həm də vərdişlərdir. Nələrə pul xərclədiyinə diqqət et. 4. Məktəblər varlanmağı yox, başqasına işləməyi öyrədir. Biznes və şəxsi inkişafla bağlı etibarlı kurslarda iştirak et. 5. İnflyasiya səni sakitcə kasıblaşdırır. Əlində pulun varsa ondan gəlir əldə et. O istifadəsiz qalanda dəyər itirir. 6. Ən çətini ilk 30 mini qazanmaqdır. Daha sonra maliyyə savadlığı, disiplin və səhvlər öyrənilir. 7. Bahalı əşyalar zənginlik deyil, boş görüntüdür. Xərcləmə vərdişlərin gələcəyini bəllidir. 8. Evlilik və dost seçimi iqtisadi qərardır. Yanlış seçim sənin əməyini yox edə və ya doğru seçim sərvətini artıra bilər. 9. Azadlıq üçün lazım olan pul böyük deyil. Aylıq standart 400-500 manat passiv gəlir, səni digər insanları 3 addım qabağa çəkər. 10. Zaman bütün dəyərlərdən bahadır. İtirilən sərvət geri dönər, amma vaxt qayıtmaz. Vaxtını şəxsi inkişafa sərf et. Başlanğıc üçün elə bu səhifəni izlə.